Hazreti Peygamberimizden bir hadis qeyd olunur. Hadis əmr bil məruf və nəhi anil münkər haqqındadır. Yəni, yaxşılığa dəvət edib, pisliklərdən çəkindirmək haqqındadır. Bilirsiniz ki, yaxşılığa dəvət və pisliklərdən çəkindirmək Firuiddinin, yəni bizim əməli olaraq yerinə yetirməyimizin vacib olduğu əməllərdən biridir. Daha doğrusu işçidir. Əmr bil məruf, yaxşılığa əmr və nəhi anil münkər, pisliklərdən də çəkindirmək. Və bu vacib olduğu kimi çox üstün bir əməldir. Necə ki, namaz qılmaq həm vacibdir, həm böyük bir üstünlüyə malikdir, üstünlük verir insana. Həmçinin oruc vacib olduğu kimi insana belə deyək, mələkləşmə verir insana. İnsan sanki mələk kimi olur. Bu da o cür əməllərdəndir ki, insan yaxşılığa çağırıb pisliklərdən çəkindirməsi həm Allah Təalanın insanların üzərinə, boynuna qoyduğu bir əmrdir, haqdır və insanı ucaldan bir əməldir. Bəzi insanlar elə düşünürlər ki, yaxşılığa dəvət və pisliklərdən çəkindirmək ancaq və ancaq din xadimlərinin işidir. İlahiyyatçıların işidir və yaxud da ruhanilərin işidir və yaxud da belə deyək, mollaların, din xadimlərinin işidir. Yox, ümumiyyətlə bu iş deyil, bu xidmətdir. Bu xidmətdə hər birimizə aiddir. İndi ola bilər birinin təhsili daha çoxdur, daha çox belə deyək, çəkindirir, dəvət edir. Biri bildiyi qədər, yəni hər kəs bildiyi qədərindən soruşulacaq, bildiyi qədərindən daha doğrusu hesaba çəkiləcək. Dediyimiz kimi Peyğəmbərimizin bir hədisini qeyd edəcək. Peyğəmbərimiz buyurur ki, hər kim yaxşı işlərə çağırıb pis işlərdən çəkindirərsə, Allah və onun Peyğəmbərinin yer üzərindəki canişinidir. Allah və Peyğəmbərin yer üzərindəki xəlifəsidir. Allah Teala insan övladını yaradan zaman mələklər onu nə dedi? Mələklər dedi ki, yenə də mi qan tökən bir varlıq yaradırsan? Allah Teala nə dedi mələklərə? İnni ca'ilun fil ardi xalifə. Mən insanı yaratmaqla yer üzərində öz xəlifəmi yaradıram. Öz canişinimi yaradıram. Canişin nədir? Canişin fars dilindən keçən bir sözdür. Ca, yerdir, neşində oturmaqdır. Yəni, mən öz yerimdə oturtduğum şəxs. Yəni, ərəb dilində buna xəlifə deyirlər. Bu sadəcə ibadət, təkcə ibadət deyil. Cəmiyyətə insan istiqamət verir. Haqqı qoruyan olur bu şəxs. Haqqı qoruyur və ilahi dəyərlərin daşıyıcısı və davamçısıdır və Peyğəmbərlərin Peyğəmbərlik missiyasının davamçısıdır. Ona görə deyirlər ki, hər kəs yaxşılığa dəvət edib pisliklərdən çəkindirsə, bu şəxs Peyğəmbər belə deyək, işinin davamçısıdır. Peyğəmbərin işini görür. Quran-ı Kərimdə Allah Teala bu barədə bir neçə yerdə, daha da çox yerdə toxunub. Buyurur ki, Bismillahirrahmanirrahim, Kuntum xayra ummətin uxricət linnəsi. Deyir ki, siz insanlar üçün çıxarılmış ən xeyirli ümmətsiniz. Niyə görə? Niyə görə ən xeyirli ümmətsiniz? Səbəbin deyir, Tə'murunə bil ma'ruf və tənhəvnə anil münkər və tu'minunə billah. 3 dənə şey deyir. Birincisi budur ki, yaxşılığa əmr edirsiniz. Buna görə ən xeyirli ümmətsiniz. Pisliklərdən çəkindirirsiniz. Allaha iman gətirirsiniz. Bu səbəblərə görə, yəni təkcə mən iman gətirdim, yox, mən canımı qurtardım, yox. Digərlərinin canını da qurtarmağa çalışırsınız. Mən özümü oddan çıxartdım, yox, digərlərini də oddan qoruyuram. Bunda olursan, o bir söz var, deyir ki, ağrını hiss edirsənsə, canlısan, digərlərinin ağrısını hiss edirsənsə, insansan, insan hesab olunursan. Yəni, insan təkcə özüm qurtuldumdan kifayət eləməməlidir. Mən bildim deyə kifayət eləməməlidir.
Ona görə də bu ayə insana öz vəzifəsini xatırladır, kimliyin xatırladır. Ona görə təkcə bu iş deyil ki, mən qurtuldum da digərləri qalsın. Yox, mən boğulmadan qurtuldumsa digərlərinə də əl uzatmalıyım. Allah Teala Quran-ı Kərimdə Əsr surəsində buyurur ki, Bismillahirrahmanirrahim Vəl-əsr, and olsun əsrə, əsr vaxtına. İnnəl insənə ləfi xusur. Həqiqətən insan ziyan içindədir. İnsan ziyandadır. Amma istisnalar var. İlla nədir? İstisna hərfidir. İlla əlləzinə əmənu, məgər ki o kəslər ziyan içərisində deyil ki, əmənu, iman gətirir. Və amilus salihat, salih işlər görür. Və təvəsəv bil haqq, haqqı tövsiyə eləyir. Və təvəsəv bis sabr, səbri tövsiyə eləyir. İman gətirməlisən, salih iş görməlisən, haqqı və səbri insanlara çatdırmalı və tövsiyə eləməlisən. Bir nəfər gəlir Peyğəmbərimizin yanına, ya Peyğəmbər, mən istəyirəm insanlardan ayrılım, dağda, mağarada təkcə yaşayım. Peyğəmbərimiz deyir ki, namazı qıldın, tək başına qıla bilərsən. Orucu da tək başına yerinə yetirə bilərsən. Bəs insanları necə dəvət edəcəksən? Bəs insanları necə yaxşılığa dəvət edib, insanları pisliklərdən necə çəkindirəcəksən? Tək başına bunu eləyə bilməzsən. Ona görə insan toplu yaşamağa aid olan bir varlıqdır. Toplu yaşamalıdır. Cəmiyyət formasında insanlara ünsiyyətli olmalıdır. Digərlərini də pisliklərdən çəkindirməlidir. Başqa bir ayədə insana Allah Teala məsuliyyətin xatırladır. وَلَتَكُمْ مِنْكُمْ أُمَّةٌ, sizlərdən bir dəstə olsun. Necə bir dəstə olsun? يَدْعُونَ إِلَى الْخَيْرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنْكَرِ. Elə bir dəstə olsun ki, sizin içənizdə xeyrə çağırsın, yaxşılığa əmr etsin, pisliklərdən çəkindirsin. Və ulaikə humul muflihun. Həmin dəstə onlar nicat tapan şəxslərdir. Nicat tapan insanlara bunu əmr edən, çəkindirən, xeyrə dəvət edən şəxslərdir. İnsan anlamalıdır ki, insan tək yaşamır. İnsan başqalarına da təsir eləməlidir. Mühiti gözəlləşdirməlidir. Özü belə də daim aktiv vəziyyətdə olmalıdır. Peyğəmbərimizdən soruşurlar ki, Peyğəmbərimiz buyurur ki, vay olsun dinsiz müsəlmana. Vay olsun dinsiz müsəlmana. Peyğəmbərimizə soruşurlar ki, dinsiz müsəlman kimdir? Peyğəmbərimiz buyurur ki, dinsiz müsəlman o şəxsdir ki, özü iman gətirib, amma insanlara yaxşılığa dəvət edib, pisliklərdən çəkindirmir. Odur. Təbii ki, insan yaxşılığa dəvət eləyərkən də diqqətli olmalıdır. Gözəl şəkildə dəvət eləməlidir. Elə mən deyim ki, haqq budur, necə gəldi, üsluba baxmadan, nətər gəldi, mən dəvət edim? Yox. Allah Teala dəvətin formasını da, üslubunu da bizə başa salır. Bismillahirrahmanirrahim. Ud'u ilə səbili rabbik bil hikməti vəl məv'izətil həsənə. Rəbbinin yoluna hikmətlə və gözəl nəsihətlə dəvət elə. Gözəl şəkildə dəvət elə. Sən iman gətirmirsən deyə insanlara yuxarıdan aşağı baxma. Gözəlliyə dəvət elə və gözəl şəkildə dəvət elə. Yaxşılığa dəvət elə və yaxşı şəkildə dəvət elə. Ki, olmasa insanlardan, belə deyək, Peyğəmbərimizə deyirsə, əgər sən xoş rəftar olmasaydın, ətrafından insanlar dağılardı. Allah Teala bizləri də əmr bil məruf eləyənlərdən və nəhy anil münkər eləyənlərdən qərar versin. Son sözümü bununla bitirirəm ki, İmam Hüseyn əleyhissalamın Kərbəlaya gəlməsinə, Kərbəlada qanının tökülməsinə bir neçə səbəblər var idi. O səbəblərdən biri də bu idi ki, İmam Hüseyn əleyhissalam deyirdi ki, mənim boynumda vəzifədir ki, insanları pisliklərdən çəkindirim, yəni nəhy anil münkər eləyim və əmr bil məruf eləyim və insanları yaxşılığa dəvət edeyim. İnsanları yaxşılığa dəvət edeyim və pisliklərdən çəkindirim. İmam Hüseyn əleyhissalam bu vəzifəni, bu məsuliyyəti öz üzərində gördüyü üçün Kərbəla adlı bir səhraya üz tutdu, belə deyək,
bildiği halda Allah'ın ona olan əmrini yerinə yetirdi. Allah bizləri də öz məsuliyyətimizi dərk edənlərdən və boynumuzda olan vəzifələri yerinə yetirən şəxslərdən qərar versin.